Bismillahirrahmanirrahim. Allahümme erzugni fihi zihne ve tenbih ve ba'idni fihi mines sefahati ve temvih وَاجْعَلْ نَصِيبًا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ بِجُودِكَ يَا أَجْوَدَ الْأَجْوَدِينَ. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecam. Ramazan ayının 3. gününün duası. Allahümme rzuqni fihi zihne ve tenbih ve ba'idni fihi mines sefahati ve temvih وَاجْعَلْ لِي نَصِيبًا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ بِجُودِكَ يَا أَجْوَدَ الْأَجْوَدِينَ. Mənası budur duanın: İlahi, bu gündə mənə ayıqlıq və diqqət bəxş et. Məni nadanlıqdan və aldanışdan uzaqlaşdır. Bu gündə nazil etdiyin hər bir xeyirdən mənə pay ver. Ey səxavətlilərin ən səxavətlisi, öz səxavətinlə. Bu 3-cü günün duasında işarə olunan məsələlərdən birinci budur ki, mənə zehin açıqlığı və ayıqlıq bəxş et. Buradakı zehin və tənbih diqqət, ayıqlıq, agahlıq deməkdir. Yəni ilahi, mən bu Ramazan ayında elə ayıq sayıq olum ki, bu ayı dərk edeyim, bu ayın mənə yetirəcəyi, mənə çatdıracağı xeyirləri anlayayım. Başa düşün ki, bu ay nə qədər mənim ruhumda təmizlik işləri görür. Bu ay məni hara çatdıra bilər, onu dərk edeyim. Ayıq sayıq olun, bu ayın gəlişi, bu ayın günlərini yaşamaqda, bu ayın saatlarını yaşamaqda, gecələrini yaşamaqda çox ayıq sayıq olun. Bu ilahi feyzi görüm, anlayım, başa düşün. Allahdan bunu istəyirik. Baxın, bəzən insan günahı bilərəkdən eləmir. Bəzən diqqətsizlikdən, qəflətdən, yəni agahlığı olmur günah eləyir, cəhalət üzündən eləyir. Amma biz Ramazan ayında deyirik ki, ilahi, belə bir cəhaləti, belə bir diqqətsizliyi, belə bir mərifətsizliyi məndən al. Mənə elə bir bəsirət, elə bir agahlıq, elə bir diqqət ver ki, bütün diqqətim sənə yönəlsin. Sənin huzurunda heç bir günah eləməyim, heç bir xəta eləməyim. Yəni, dua bizə bunu başa salır ki, hər sözün fərqində olun, hər addımımın fərqində olun, hər niyyətin fərqində olun. Yəni, etdiyim əməllərin bir mənim ruhumda qoyacağı o təsirini görüm. Fərqində olun, başa düşün. Çünki Ramazan ayı şuurlu yaşam ayıdır. Bu aydan daha çox fayda aparacaq o kəslər ki, agahlıq, mərifətlə, diqqətlə əməlləri yerinə yetirir, duaları oxuyur, fərqindədir hər bir şeyin. Və ikinci buyurur ki, duada məni nadanlıqdan və aldanışdan uzaq et. Səfəhat düşüncəsizlik deməkdir də. Səfəhat, yəni cəhalət, düşüncəsizlik, yüngüllük, məsuliyyətsizlik və digər şeylər də demək olar. Səfəhat bu deməkdir. Tənbih isə haqqı batil kimi, batili haqq kimi göstərən aldanışdır. Mən haqqı batil kimi görürəm, batili isə haqq kimi görürəm. Yaxşını pis görürəm, pisi isə yaxşı görürəm. İlahi, mənə elə bir mərifət ver ki, bu
səfehlikdən, bu düşüncəsizlikdən, bu yüngüllükdən, bu məsuliyyətsizlikdən, haqqı batıl görməkdən, yaxşını pis görməkdən, pisi yaxşı görməkdən məni qurtar. Mənə bir gözəl mərifət əta elə ki, bu Ramazan ayında bu şeyləri özümdə həll edeyim. Və üçüncü buyurur ki, duada nazil etdiyin hər xeyirdən mənə pay ver. Bəli, Ramazan ayında Allahın xeyri, bərəkəti insanların üzərinə yağır. Ramazan ayı ruhun qidasıdır. Ramazan ayı gəlib ki, bizim ruhumuzun acılığını doyuzdursun. Amma Ramazan ayında çox şeylər verirlər. Çox xeyirlər insanlara yetişir. Amma biz dua eləyək ki, Allah bu Ramazan ayının bütün xeyirlərini bizə yetir. Nə? Bu Ramazan ayında rəhmət nazil olur. O rəhmətdən mənə də nəsib olsun. Ramazan ayında məğfirət nazil olur, bağışlanma nazil olur. O məğfirətdən mənim payım olsun. Ramazan ayında hidayət nazil olur. İlahi, bu Ramazan ayının hidayətindən mənim nəsibim olsun. Amma bu Ramazan ayında hər kəsin bu deyilən şeylərdən payı olmur. Bu dua bizə öyrədir ki, xeyirdən pay istəmək də nədir? İbadətdir. O xeyiri gözləmək, o xeyrin intizarında olmaq ibadətdir. Kim o xeyrin intizarında olsa, o xeyiri istəsə, bəli, Allahın nazil etdiyi bütün xeyirlərdən onun bəhrəsi olacaq. Və sonda buyurur ki, ey səxavətlilərin ən səxavətlisi. Allahın səxavəti sərhədsizdir. Sərhədsizdir. Amma biz bu sərhədsiz səxavətin müqabilində çox az istəyirik. Ya mən yu'til kəsirə bil qalil. Ey azın müqabilində çox əta eləyən. Biz az eləyirik, amma o az əməlin müqabilində Allah çox verir. Amma insan başa düşər ki, o Rəbb necə bir səxavətlidir? Ey səxavətlilərin ən səxavətlisi. Bütün səxavətlilərin səxavəti sənin qüdrət əlindəndir. Sənin lütfündür, sənin inayətindir. Ramazan ayında ona görə biz deyirik ki, ilahi, biz səni səxavətli bilirik, sən ən səxavətlisən və amma bu səxavətinin müqabilində biz çox az istəyirik. Amma az istəməyimizə baxmayaraq bizə çox verirsən, çox əta edirsən. Ramazan ayı ilahi səxavət qapısının açıq olduğu bir aydır. Ona görə bu xutbənin, yəni duanın qısa anlamı budur ki, ey möminlər, Ramazan ayının üçüncü gününün duasında bizə bunu başa salır ki, şuurlu yaşa, yəni ruhun ayıq-sayıq olsun. Aldanma, haqqı tanı və Allahdan xeyirdən pay istə. Allahdan sənə çatacaq xeyiri Allahdan istə. Vəssalamu aleykum və rəhmətullah.